Mustafa Nəsirovun xatirəsinə həsr olunmuş inşa müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Bakı Dünya Məktəbində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfəroğlu Nəsirovun xatirəsinə həsr olunan Sərhəd fədaisi Mustafa Nəsirovun Həyat və Qəhrəmanlıq Yolu adlı inşa müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun həyat və fəaliyyətinə həsr olunan Sərhəd fədaisi sənədli filmi nümayiş olunub. Mühüm rol oynayan hadisələr və şəxsiyyətlər yer alacaq. Sərhəd fədaisi 24 İnfo Medianın təsisçisi Mehman Davudoğlu qeyd edib ki, 25 oktyabr Mustafa Nəsirovun doğum günüdür. Bu münasibətlə Bakı Dünya Məktəbi və 24 İnfo Media informasiya portalı ölməz şəxsiyyətin xatirəsinə həsr olunan Sərhəd fədaisi Mustafa Nəsirovun Həyat və Qəhrəmanlıq Yolu adlı ingilis dilində inşa müsabiqəsi təşkil edib. O, yüksək təşkilatçılığa görə məktəbin rəhbərliyinə və əməkdaşlara təşəkkürünü bildirib. Daha sonra mükafatlandırma mərasimi baş tutub. Qaliblərə diplom və hədiyyələr, iştirakçılara, eləcə də onların müəllimlərinə təşəkkürnamələr verilib. Tədbirin sonunda Vətən müharibəsi qəhrəmanları çıxış edərək təşkilatçılara təşəkkürlərini bildiriblər. Zəfər günü ərəfəsində vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. Bakı Dünya Məktəbində təhsil alan şagirdlərə uğurlar arzulayıb, onlara hədiyyələr təqdim olunub. Təqdim olunan inşalar Mustafa Nəsirovun Dərbənd şəhərində yerləşən ev muzeyində təqdim olunacaq və xatirə olaraq saxlanılacaq. Xatırladaq ki, tədbir çərçivəsində Bakı Dünya Məktəbinin şagirdlərinin iştirakı ilə əskərə məktub layihəsi keçirilib. Məktublar iştirakçılar tərəfindən Şuşa və Xankəndində xidmət göstərilən əskərlərimizə çatdırılacaq. Bu gün həqiqətən çox gözəl bir tədbirə dəvət almışıq. Hansı ki, bu gün Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirova həsr olunmuş bir tədbirə toplaşmışıq. Əbəs yerə deməyiblər bizim hər birimizə vətən oğlu. Baxın, cənab generalın tabicində xidmət etmiş hər birimiz onun əskərləri olmuşuq. Hər birimiz torpaqlarımızın işğaldan azad olunması üçün can qoymuşuq. Və bizim bu gün nə xoş ki, bizim artıq torpaqlarımız işğaldan azad olub. Bu münasibətlə də biz, baxın, bu cür tədbirlər məktəblərdə, universitetlərdə hər birində təşkil edilir. Nə xoş ki, burada da təşkil olundu bu tədbir. Bugün Dünya Məktəbində ilk sərhədçi şəhid generalımız Mustafa Nəsirovun haqqında filmin təqdimatı və eləcə də onun xatirəsinə həsr olunmuş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunubdur. Mən düşünürəm ki, orta məktəblərdə vətənpərvərliyin təbliği üçün gələcək nəslimizin vətənpərvər, ölkəsini sevən, vətənini sevən bir gənclər kimi tərbiyələnməsi, böyüməsi üçün bu cür tədbirlərin keçirilməsi önəmlidir. Mən təşkilatçılara təşəkkür edirəm, məktəbin kollektivinə, məktəbin rəhbərliyinə təşəkkür edirəm ki, şagirdlərin maariflənməsi üçün həm şəhidlərimizin tanıdılması, həm də vətən uğrunda, torpaqlarımızın işğaldan azad olması uğrunda canını əsirgəməyən, şəhidlik zirvəsinə ucalmış bizim qəhrəmanlarımızın tanıdılması üçün bu cür gözəl addımlar atırlar. Bu günləri Bakı Dünya Məktəbində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr olunan tədbirlər keçirilir. Mustafa Nəsirovun xatirəsinə həsr olunan inşa müsabiqəsi və Sərhəd fədaisi filminin təqdimatı. Bilirsiniz ki, Mustafa Nəsirov Azərbaycanın ilk sərhədçi generalı olub və 44 günlük zəfər yürüyüşündə, 44 günlük vətən müharibəsində bizim qazandığımız qələbədə sərhədçilərimizin mühüm xidmətləri var və onların sırasında da bir zamanlar Mustafa Nəsirovun rəhbərliyi altında işləmiş bizim əskərlərimiz, generallarımız, sərkərdələrimiz var, hansı ki, bizim zəfər tariximizə öz qızıl imzalarını atıblar. Bu günləri bu tədbir Bakı Dünya Məktəbində keçirilir. Tədbirimizdə ümumilikdə inşa müsabiqəsində 40-a yaxın şagird iştirak edibdir və o şagirdlərin 3-ü qalibdir
digərləri isə təşəkkürnamələrlə təltif olunacaqlar. Eyni zamanda qeyd etmək istərdim ki, Bakı Dünya Məktəbində bizim şəhidlərimizin övladları da təhsil alır və bu günləri, bugünkü tədbirdə də onlar iştirak edirlər, bizim iştirakçılar arasındadırlar. Mustafa Nəsrov Azərbaycan suverenliyini əldə etdikdən sonra dövlət sərhədlərimizin yenidən bərpa olunması üçün o zamanki dövr ərzində ən çətin proseslər ki, Rusiyanın keçmiş Sovet Bolşevik belə desək də, SSR-nin tərkibində olan Sovetlərlə İran arasında, eləcə də qonşu ölkələrlə Gürcüstan və Azərbaycan sərhədlərinin yenidən məsəl üçün cızılması, onların yenidən bərpa olunması sahəsində böyük müstəsna xidmətləri var. Eləcə də sərhəd dövlət xidmətinin nizamnamələrinin tərcümə olunması, hazırlanması, bütün bunlarda cənab generalın müstəsna xidmətləri var. Bu gün də dövlət sərhədçilərimiz Azərbaycan dövlət sərhədlərini mükəmməl şəkildə qoruyaraq 44 günlük vətən müharibəsində bizim nə qədər işğal altına ərazimizdə dövlət sərhədi bərpa olundu. Günel Fərzəliyeva, Müqabil Bəbirxanov, Səs TV xəbər.